Panik atakın nə olduğunu deməyəcəm, çünki əgər bu videoya baxırsansa, demək ki, yetərincə bu barədə məlumatlısan. Sənə isə bunun səbəbini deyəcəm. Bu çox vaxt yaşanmamış və bastırılmış hisslərin çoxluğundan irəli gəlir və ən əsası da hansı hissdən söhbət gedir? Qəzəb hissindən. Ola bilsin ki, hansısa hadisə baş verib və orada qəzəbini bildirə bilməmisən, sözünü deyə bilməmisən. Buna görə səni günahlandırıblar, haqsızlığa uğramısan və bu hadisədə çarəsiz və yalnız qalmısan. Ən kədərlisi, bu qəzəb xaricə çıxmayıb, özünə qarşı çevrilərək özünü günahkarlıq hissinə çevrilib və ona görə də göz yaşların ani yerdən axa bilər. Ona görə də bax bu panik atak baş verə bilər. Gəl indi bunun texniki tərəfinə baxaq. Yadına sal, panik atak baş verməmişdən qabaq həyatında hansı hadisə baş verib? O hadisədə nə hiss etmişdin? Ola bilsin ki, yalnızlıq, ola bilsin ki, çarəsizlik, ola bilsin ki, səninlə haqsız davranmışdılar, ola bilsin ki, sənə ədalətsizlik etmişdilər. Ola bilsin ki, səsini çıxara bilməmişdin, ola bilsin ki, səni başa düşməmişdilər. Ola bilsin ki, sən öz qəzəbinlə yalnız qalmısan. Haqlısan, bu şeylər səninlə baş verməməli idi. Ancaq baş verdi. Qəzəb hissi səni pis biri etmir. Qəzəb hissi səni günahkar etmir. Qəzəb hiss etmək normaldır. O baş verən hadisə nə idisə, orada sənin qəzəb hiss etmənin yeri var idi. Mən istərdim bu videoyla sənə dəstək olum. Əlavə bu barədə isə şərhdə tanış ola bilərsən.